Parisə yollanacaq güləş millimizin heyətində ən təcrübəlilərdən olan Rafiq Hüseynov 1988-ci il mayın 16-sında Özbəkistanın Daşkənd şəhərində dünyaya gəlib. Əslən İrəvandan olan Hüseynovlar ailəsi 1989-cu ildən etibarən Azərbaycanda yaşamağa başlayıblar. Rafiq 8 yaşından etibarən güləşlə məşğul olmağa başlayıb. Onun şəxsi məşqçisi isə elə atası Radik Hüseynovdur. Rafiqin iştirak etdiyi ilk beynəlxalq turnir 2003-cü ilə təsadüf edib. O, Rusiyada keçirilən yeniyetmələr arasında Avropa çempionatını 11-ci pillədə başa vurub. Növbəti il Bolqarıstanda keçirilən qitə çempionatında isə idmançımız bürünc medala sahib çıxıb. Hüseynov beynəlxalq arenadakı ilk qızıl medalını 2008-ci ildə gənclər arasında keçirilən Avropa çempionatında qazanıb. Növbəti ildə Rafiq ilk dəfə böyüklər arasında dünya çempionatında mübarizə aparıb. Fransanın Krete şəhərində keçirilən turnirin finalında elə Azərbaycan idmançısı Elvin Mürsəliyeva qalib gələrək qızıl medala yiyələnib. Ardınca Rafiq 2011-ci ildə Almaniyanın Dortmund şəhərində keçirilən Avropa çempionatında da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Lakin bundan sonra Hüseynovun karyerasında durğunluq dövrü yaşanıb. 2012-ci ildə əldə etdiyi nəticələr ona olimpiyadaya vəsiqə qazanması üçün kifayət etməyib. Növbəti 2 il ərzində təmsilçimizin dünya və Avropa çempionatlarında hər hansı ciddi uğuru olmayıb. 2015-ci ildə Yunan-Roma güləşi üzrə Azərbaycan yığması ilk dəfə Dünya Kubokunun qalibi olub. Rafiq Hüseynov isə yığmanın qələbəsində əsas pay sahiblərindən biri idi. Elə həmin il ölkəmizin ev sahibliyi etdiyi 1-ci Avropa oyunlarında Rafiq yalnız həlledici görüşdə məğlub olaraq turniri gümüş medalla başa vurub. Bundan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli sərəncamına əsasən 1-ci Avropa oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Rafiq Hüseynov tərəqqi medalı ilə təltif edilib. 2016-cı ildə də olimpiyadadan kənarda qalan pəhləvanımız bir il sonra Bakının ev sahibliyi etdiyi 4-cü İslam Həmrəyliyi oyunlarında fəxri kürsünün 2-ci pilləsinə yüksəlib. Növbəti ildə Rusiyada keçirilən Avropa çempionatında isə təmsilçimiz bürünc medalla kifayətlənib. Həmin il o dünya çempionatında 4-1 finalda mübarizəni dayandırsa da, Astananın ev sahibliyi etdiyi növbəti mundialda gümüş medal qazanıb. Təmsilçimiz böyük turnirlərdəki 9 illik qızıl medal həsrətinə isə Romada keçirilən Avropa çempionatında son qoyub və bayrağımıza dalğalandırıb. 4 illiyin ən mötəbər yarışında Tokyo Yay Olimpiya oyunlarında Rafiq Hüseynov bürünc medal qazanaraq adını Olimpiya mükafatçıları sırasına yazdırmağı bacarıb. 2021-ci ildə Norveçin Oslo şəhərində keçirilən dünya çempionatında da uğurlu çıxış edən Rafiq növbəti dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ardıcıl uğurlar əldə edən Hüseynov növbəti ildə Budapeştdə təşkil olunan Avropa çempionatında da qızıl medal qazanıb. Nəhayət 2023-cü ildə Serbiyanın paytaxtı Belqradda keçirilən mundialda da təmsilçimiz dünya çempionu olub. Bununla da Rafiq Hüseynov ölkəmizi 4 illiyin ən böyük yarışında təmsil etmək hüququ əldə edib. İdman jurnalisti Ramiz Mirzəzadə pəhləvanımızın Paris 2024 yay olimpiya oyunlarındakı şanslarını dəyərləndirib. Rafiq Hüseynov Azərbaycan idmanında öz dəsti xətti olan, kifayət qədər ciddi uğurları olan bir idmançıdır. Xüsusilə 30 yaşından sonra onun məsuliyyəti, yüksək peşəkarlığı və böyük turnirlərdə həm Avropa, həm dünya çempionatlarında qazandığı qızıl medallar Azərbaycanın gənc güləşçilərinə əsl nümunədir və inanırıq ki, olimpiya oyunlarında o bu nümunəvi performansını karyerasındakı bizim arzuladığımız qızıl medalla nəhayət ki taclandıracaq. Buna ümidimiz böyükdür və Azərbaycan güləşinin inamlı nümunələrindən biri, idmançılarından biri Rafiq Hüseynovdur bu dəfəki olimpiya oyunlarında. Hazırda dünya reytinginin zirvəsində qərarlaşan Rafiqin əsas rəqibləri Türkiyəli Ali Cengiz və Ukrayna təmsilçisi Yan Belinyokdur. 2023-cü ildə dünya çempionu olan zamansa, o hazırda dünya reytinginin 4-cüsü olan Aliriza Azizkon Mohmadpiyanini məğlub etmişdi. Ümid edirik ki, təmsilçimiz Parisdə keçiriləcək yay olimpiya oyunlarında da uğurlu çıxış edərək bayrağımızı dalğalandıracaq.